Abadlıq işləri birləşməsinin birinci tərəfinin fonetik təhlillə bağlı səhv fikirlərin tapılması tələb olunur. Sual fonetika bölməsinə aiddir və fonetik təhlil səciyyəli ümumiləşdirici test tapşırığıdır. Sual fonetik təhlil səciyyəli olduğuna görə biz sözün düzgün tələffüz şəklini qeyd etməliyik. Düzgün tələffüz abadlıq şəklində olacaq və bu düzgün orfoqrafiya və orfoepiya əsasında təhlilimizi apara bilərik. Birinci bəndə baxsaq, fikrin doğru olduğunu qeyd edə bilərik. Belə ki, burada t və d samitlərinin mövcudluğu birinci bəndin doğru olma səbəbidir. Çünki t və d samitləri bir-birinin çar cincirtili qarşılığıdır. İkinci bənddə qeyd edilən fikir isə səhvdir. Abadlıq sözündən sonra saitlə başlayan işlər sözünün gəlməsi nəticəsində q samiti çarlaşaraq x səsini deyil, onun cincirtili qarşılığı q səsini ifadə etmişdir. Yəni burada çar qarşılığı olan x samiti mövcud deyil. Üçüncü bənddə vurğu ilə bağlı qeyd edilən fikir də doğrudur. Abadlıq sözünün vurğusu sonuncu hecadadır. Abadlıq. Dördüncü bənddəki fikir yenə yanlışdır. Belə ki, yazılışla tələffüz arasında 2 deyil, 3 fərqli məqam nəzərə çarpır. D samitinin t səsini, l samitinin d səsini, q samitində q səsini ifadə etməsi nəticəsində 2 yox, 3 fərqli məqam özünü göstərmiş oldu. Nəhayət 5-ci bənddəki fikrə də nəzər salsaq, onun da doğru olduğunu qeyd edə bilərik. Belə ki, sözdəki saitlərdən ikisi, yəni A saitləri qalın və açıq saitlərdir. Eyni zamanda bu saitlər dodaqlanmayandır. I saiti isə burada 3 tələbdən ikisini ödəsə də açıq olma tələbini ödəmir. Yəni fikir doğrudur. Beləliklə testin doğru cavabı ki, yanlışlar əsasında tapsaq A bəndi olduğunu qeyd edə bilərik.